وإذا السماء كشطت وإذا الجحيم سعرت وإذا الجنة أزلفت علمت نفس ما وما صاحبكم بمجنون ولقد جاءه بالأفق المبين ولقد جاءه بالأفق المبين ولقد جاءه بالأفق المبين ولقد رأيه بالأفق المبين وما هو على الغيب وما هو بقول شيطان رجيم فأنى تلومون إن هو إلا ذكر للعالمين إن هو وما تشاءون إلا أن يشاء الله رب العالمين بسم الله الرحمن الرحيم والضحى والليل إذا سجى
Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Salam əziz izləyicilər, növbəti canlıda hər birinizi xoş gördük. Qarşıdakı bir saat ərzində biz sizinlə əsasən Milli Mətbuat Günü ilə bağlı mövzuları müzakirə edəcəyik. Bilirsiniz ki, bugün Azərbaycanın Milli Mətbuat Günüdür. 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin təşkilatçılığı ilə, rəhbərliyi ilə Əkinçi qəzeti Azərbaycan dilində işıq üzü görüb və həmən müddətdən də demək olar ki, həmən tarix, üzr istəyirəm, mən paylaşım edeyim ki, həmən tarix Milli Mətbuat Günü kimi qeyd edilir. Bugün yəni biz deyək ki, milli mətbuata, sonra həqiqi jurnalistikaya, ən əsası qələmə xidmət eləyənlərin peşə bayramlarını biz təbrik edirik. Öz adımızdan, Almaniya İmamcının mərkəzi adından və eyni zamanda dəyərli, azsaylı, vəfalı, sadiq izləyicilərimiz adından qələmə dəyər verən, peşəsinə dəyər verən hər bir jurnalisti, hər bir yazarı səmimi qəlbdən təbrik edirik. Onların harda olmasından asılı olmayaraq bilirsiniz ki, bu cür insanlar əksəriyyəti həbsxanadadırlar, yaxud mühacirət həyatı yaşayırlar və yaxud az bir hissəsi də Azərbaycanda çəkilib öz güşəsinə, öz deməli, gizlin bir yerə çəkilir və demək olar ki, qələmə sədaqətini susqunluqla sədaqətini isbat edir. Bəli, biz bugün danışacağıq milli mətbuatın bu günündən, mətbuatımızın günü necədir və biz deməli, Həsən bəy Zərdabinin Milli Mətbuat Günü kimi qeyd olunan Əkinçi qəzetini nəşrinə başlayanda hansı məqsədlərlə başlamışdı, nələr, hansı hədəflər qarşısına qoymuşdu. Bugün o hədəflər nə qədər deməli reallaşır, bu mövzuları qarşıdakı bir saat ərzində araşdıracağıq. Zəhmət olmasa siz də deməli öz fikirlərinizi bu mövzu ilə bağlı yazın. Əsas sualımız bundan ibarətdir ki, bugün Azərbaycan milli mətbuatını necə görürsünüz? Azərbaycan bugünün mediası, bugünün jurnalistləri Azərbaycan deməli milli mətbuat hədəflərini, qayəsini daşıya bilirmi və öz qələmlərinin haqqını verə bilirmi? Bax, bu istiqamətdə mən çox xahiş edirəm, əziz izləyicilər, bu istiqamətdə fikirlərinizi yazın. Yeri gəlmişsə, mən dəyərli və sədaqətli izləyicilərimizi də salamlayıram, hər birinizə təşəkkür edirəm. Bizim bir məlumat da çatdırır. Biz təqribən 2 həftə idi ki, canlıya başqa bir formatda, canlıya başqa bir proqram üzərindən qoşulurduq. Bugün həmən proqramla nəsə bir problem yarandı, texniki problemdir çox güman ki, və biz söz verdiyimiz kimi 19:00-da canlıda olmalıydı. Ona görə də məcbur qaldı birbaşa YouTube'un üzərindən canlıya keçək və həmən proqramla canlıya qoşulmalı texniki problemləri aradan qaldırmağa cəhd edəcəkdir. Biraz zamanımız gedəcəkdir. Ona görə də biz bugün bu proqramla birbaşa YouTube'un üzərindən heç bir deməli proqram istifadə etmədən canlıya qoşulur. Əziz izləyicilər, deməli, mən dediyim kimi bugün Milli Mətbuat Günü haqqında danışacağıq, amma bundan əvvəl əlbəttə ki, bizim diqqətimizdən gündəm mövzular qaçmır və dünya gündəmindən əslində dünya gündəmini zəbt edən
əsas mövzulardan biri də İran Epstein koalisiyası arasında gedən müharibədir. Mən istəyirəm ki, bu müharibə haqqında, yəni daha doğrusu bu müharibənin son durumu ilə bağlı görək nələr var, nə yoxdur. Onlarla bağlı bir xəbər mən sizin diqqətinizə çatdırım. Sonra biz yenə də günün əsas mövzusunu müzakirə edəcəyik. Sepah deməli ABŞ-ın İordaniyadakı bazalarına hücum edib ölən və yaralıların olduğu ilə bağlı bildirir. Demək olar ki, əzizləyicilər 11-12 gündür artıq deməli ABŞ daha doğrusu biz 11-12 gün yoxlayın 22-si və 8-dən bəli başlayıbsa təqribən 14 gündür, 2 həftədir. Artıq 2 həftədir ABŞ İran İslam Respublikasının müxtəlif yerlərinə, müxtəlif bölgələrinə hücumlar edir və bunu da biz deyək ki, İslam İnqilabı da bu 2 həftə ərzində kifayət qədər güclü zərbələr endirir. Xüsusən Küveytdə, Bəhreyndir, İordaniya bunlara deməli İran İslam İnqilabının tərəfindən güclü zərbələr endirilir. Hətta ilk dəfə ABŞ tərəfi işçiləri ilə bağlı etiraf etdilər. Bunlar da məlumdur və bu gün də yenə də biz deməli belə bir xəbərlə istəyirik sizə belə bir xəbər çatdıraq ki, ABŞ-ın İordaniyadakı bazalarına hücum olub və ölən və yaralıların olduğu qeyd olunur. İslam İnqilabının Keşişlər Korpusu, yəni Sepahın İordaniyada yerləşən Kral Veysel və Şahzadə Həsən hərbi bazalarına raket və pilotlu uçuş aparatları ilə zərbələr endirdiyi açıqlayıb. Bu barədə Sepahın yaydığı bəyanatda bildirilir. Bəyanatda əsasən hücum zamanı F-15 sürücülərinin hazırlıq hangarlarından biri vurulub. Həmçinin pilotlu uçuş aparatlarının hazırlanması üçün istifadə olunan hangara endirilən zərbə nəticəsində qablaşdırılmış vəziyyətdə olan 8 ədəd yeni MiG-9 pilotlu uçuş aparatı tamamilə məhv edilib. Açıq ərazidə yerləşən daha 2 MiG-9-a ciddi ziyan dəyib. Sepah bildirir ki, növbəti hücum zamanı bazada helikopter angarı hədəfə alınıb və 2 ədəd ağır ABŞ hərbi helikopterinə ciddi ziyan vurulur. Bəyanatda qeyd olunur ki, sonraki mərhələdə bazada yerləşən şəxsi heyətin yerləşdiyi yaşayış sahəsinə endirilən zərbə nəticəsində ölən və yaralananlar olub. Qeyd edək ki, məlumatı Sepah tərəfindən yayılıb və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Əzizləyicilər, bu bir xəbər idi. İran Epstein koalisiyası arasında baş verən deməli müharibənin son görüntülərini əks etdirən bir xəbər idi. Mən bunu sizin diqqətinizə çatdırdım və məlumdur ki, bu savaş uzun sürəcək və bu dəqiqələr ABŞ-da quru yolla İrana hücum planları hazırlanması ilə bağlı xəbərlər dolaşır və artıq deməli bizim də çoxdan təxmin etdiyimiz və gözlədiyimiz bir hal yaşanacaq. Yəni görüntülər ona gətirib çıxardır. Çox güman ki, Epstein koalisiyası bu cür müharibə ilə İrana qarşı hər hansı bir müvəffəqiyyət qazana bilməyəcək. Bu 100% belədir. Çünki bu günlərdə Pentagonun rəhbəri Senat qarşısında, Konqres və Senatda deməli, daha doğrusu Senat çəkiləndərsə, orada deməli çıxış edir və deməli hərbi büdcənin bir qədər artırılması ilə bağlı təkliflər irəli sürür. Bu da ABŞ senatorlarını ciddi narahat edir. Ona görə də bu müharibəni yekunlaşdırmaq üçün ən deməli ABŞ-ın nəzərinə görə ən
yaxşı variant quru yerdən deməli hücuma keçməkdir. O baş verərsə biz əslində İran üçün bu cür müharibə aparmaqdansa quru yerdə deməli müharibə aparmağın daha əlverişli olduğunu biz düşünürük. Bu artıq İranın imkanlarını biraz da genişləndirəcək. Gələcək günlərdə biz bu mövzuları davam etdirəcəyik, bu məsələlərə bir daha yönələcəyik. Bu əslində dediyim kimi hər gün müzakirə ediləcək mövzulardır. İndi isə biz qayıdırıq günün əsas mövzusu olan milli mətbuat gününə. Əziz izləyicilər, bilirsiniz ki, Həsən bəy Zərdabi 1875-ci ildə Azərbaycan dilində Əkinçi qəzetini çap edib. Düzdür, bu qəzetin ömrü cəmi 2 ildən biraz çox olur, təqribən 56 nömrə işıqlıq olub, sonra Çar Rusiyası tərəfindən səhv tənqidi fikirlər səsləndirildiyinə görə bu qəzet vasitəsilə səhv tənqidi fikirlər səsləndirildiyinə görə qəzet bağlanır. Cəmi 56 nömrəsi işıqlıq görür. Amma bizim yenə də media deməli mətbuat günümüz məhz bu Əkinçi qəzetinin ilk nömrəsinin çapdan çıxması tarixində qeyd olunur. Bütün Azərbaycan mediasının, jurnalistlərinin peşə bayramı kimi 22 iyul tarixi göstərilir. Mən bu mövzuya bilərəkdən deməli toxundum və burada deməli Əkinçi qəzetinin səhv tənqidlərinə görə 56 nömrədən sonra Çar Rusiyası tərəfindən bağladılmasını mən bilərəkdən diqqət mərkəzinə qoydum və burada əslində mövzunu ona əsaslandırıram ki, ona daha doğrusu bağlamaq istəyirəm ki, Azərbaycan mediası, Azərbaycan mətbuatının deməli ilk hədəfi, ilk planı düzdür, müəyyən qədər maarifçilik olsa da, amma daha çox tənqidi mövqedən deməli yanaşılmaq olur. Bu bir tərif qoyur ortaya. Yəni biz əgər media, mətbuat nə deməkdir? Buna bir tərif verirsiniz, çünki normaldır da hər bir şeyin tərifi olur. Mətbuat nə deməkdir? Biz bunu tərif versək və bu tərifi vermək üçün kimdən soruşsaq, mətbuatı necə tərifləyəcəyik, mətbuat nə deməkdir, bunu necə izah edəcəyik? Əlbəttə ki, hər kəs Həsən bəy Zərdabinin ilk mətbu nəşrin çapa veriləndə hansı hədəfləri qoymuşdur və bu ilk deməli mətbu orqan hansı istiqamətdə fəaliyyət göstərdi, o istiqamətlər mütləq mətbuatın deməli tərif olunmasında, tərifində öz əksini göstərməlidir, mütləq göstərməlidir. Əziz izləyicilər, bəyənmələri artırın, paylaşımları çoxaldın ki, bizim canlımız daha çox izləyicinin qarşısına çıxsın. Təbii ki, biz xüsusi bir altını dizaraq qeyd etdik ki, Əkinçi qəzeti 56 nömrədən sonra dayandırılır. Səbəb o dövrün hakimiyyətini, hakim dairələrini sərt şəkildə tənqid edir. Ona görə dayandırılır. Bəs nəticə nədən ibarətdir? Nəticə odur ki, mətbuatın daha doğrusu tərifi nədən ibarətdir? Mətbuat ona deyirlər ki, cəmiyyətdə olan qüsurları heç bir rəng qatmadan, bəzən də hətta sərt şəkildə tənqidi formada cəmiyyətə çatdırmaq, bu mətbuatın tərifi vaxtıdır. Heç bir rəng qatmadan cəmiyyətdə baş verən qüsurlar, bu qüsurlar bütün təbəqələrə aiddir. Məsələn, bir təbəqəni tənqid edirsən, digər təbəqəni tənqid etmirsən, belə bir deməli fikir ola bilməz. Media, mətbuat bütün təbəqələri eyni səviyyədə tənqid etməkdir. Yəni qüsurlarını göstərməkdir və mətbuat cəmiyyətin güzgüsüdür. Necə bir insan özünü səliqə, sahmana salmaq üçün güzgüyə mütləq ehtiyacı var, saçını, saqqalını daramaq üçün, paltarını düzəltmək üçün və s. Mütləq onun güzgüyə ehtiyacı var. Güzgü olmadan
o heç bir halda özünü üst başını qaydaya sala bilməz. Mütləq onun gücüyə ehtiyacı var. Bir cəmiyyətin inkişafı üçün, bir cəmiyyətin formalaşması üçün mütləq mətbuata ehtiyacı var. Əgər bir cəmiyyətdə biz həqiqi mətbuatdan söhbət gedir, biz Həsən bəy Zərdabi əsasın qoyduğu, tənqid üzərində qoyduğu mətbuatdan biz söhbət edirik. Biz məsəl üçün mədhiyyələr, kimisə tərifləmək, kiminsə haqqında xoş fikirlər səsləndirmək, ancaq deməli problemləri üstünü örtüb, ancaq xoş fikirlər səsləndirən, tərif eləmək, yaltaqlıq falan budlardan söhbət getmir. Söhbət tənqidi mediadan gedir, həqiqi mediadan gedir. Əgər bir cəmiyyətdə həqiqi, tənqidi media yoxdursa, deməli o cəmiyyət özünü görə bilmir. Bunu anlamaq elə də çətin deyil. Özünü görə bilməyən cəmiyyət öz eyblərini görə bilmir. Onun sifətində hansı qara var, saçının telləri hansı tərəfədir, ondan sonra köynəyinin düyməsi necə bağlanır və s. Bunları görmək üçün mütləq onun gücüyə ehtiyacı var. Cəmiyyət öz yanlışlarını görmək üçün və ki, bu yanlışları düzəldib həyatına davam etməlidir. Bunun üçün mütləq normal bir tənqidi əsaslara söykənən bir media lazımdır, bir mətbuat lazımdır. Əzizləyicilər, mən bu çıxış həm də giriş hissəsində bu cür deməli, əsas məsələlərə toxunmaqla istədim ki, siz də yorum yazanda bu məsələlərə xüsusi diqqət ayırasınız ki, bugün Azərbaycan mediası, Azərbaycan cəmiyyəti üçün güclü rolunu oynaya bilirmi? Bax, bu ən əsas suallardan biridir. Burada iki cavabı var. Ya Azərbaycan mediası, deməli, mətbuatı, Azərbaycan cəmiyyəti üçün güclü rolunu oynaya bilir, deyə bilməyəcək. Çünki reallıq tam əksidir. Heç bir halda biz iddia edə bilmərik ki, Azərbaycan mediası, Azərbaycan cəmiyyəti üçün güclü rolunu oynayır. Və ikinci məsələ, Azərbaycan mediası, Azərbaycan cəmiyyəti üçün güclü rolunu oynaya bilmir. Çoxdan cəmiyyət bu güclüyünü vurub sındırır. Güclü olmayan cəmiyyətdə o deməkdir ki, cəmiyyət eyblərini görə bilmir, eyblərini təşxis edə bilmir ki, mənim hansı eyblərim var və diaqnostika apara bilmir. Çünki eyblərini görməyən cəmiyyət bilməyəcək ki, mənim eyblərim hardadır, onu elə düzəltməyə də cəhd eləsin. Ona görə də eybin üstünə eyb, qusurun üstünə qusur, nöqsanın üstünə nöqsan, haqsızlığın üstünə haqsızlıq, zülmün üstünə zülüm. Bunlar artdıqca cəmiyyət artıq məhv olacaq, məhv olub aradan gedəcək. Əzizləyicilər, mən deməli, hələ eyni zamanda məhbus jurnalistlərə də toxunacağım. Bugün yeridir, deməli, məhbus jurnalistlərin həbs olunması və s. Bir məsələni deməli, diqqətinizə çatdırın. Bugün əslində bir faktlar üzərində biz danışsaq, daha məqbul sayılar, zəhmət olmasa bəyənmələri artırın. Faktlar üzərində danışaq, bugün medianın təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilir. Əslində Media İnkişaf Agentliyi, Medianın İnkişaf Agentliyinin təşkilatçılığı ilə tədbir keçirilir. Buradan bir neçə cümlə mən oxuyacağım və siz də əgər istəsəniz, deməli, bu xəbərdə, bunun fotoları da yayılıb, bu xəbərin fotoları da yayılıb. İnternetdən bunu şəkillərinə də baxıb, elə sadəcə şəkillərinə baxmaqla medianın durumu ilə bağlı vəziyyəti çözmək olur. Hansı vəziyyətdədir bugün media, onu bir çözə bilir. Bəli, tədbirdə Azərbaycan Respublikasının dövlət hilinin səsləndirilməsi bu normaldır. Ardınca isə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanır. Əzizləyicilər, mən başa düşdüm, bizim şəhidlər torpaqların işğaldan azad edilməsi istiqamətində aparılan döyüşlərdə canlarını fəda etmiş şəhidlərin ruhları bizim üçün əzizdir. İki dənə əsas səbəbə görə. Birinci səbəb odur ki,
Bu şəhidlər, bunlar hamısının xalqın, kasıb arzusu ürəyində qalan balalarıdır. Ayaqyalın, qarnı aç, bundan sonra heç bir arzusunu həyata keçirdə bilməyən, bəlkə də o şəhidlərin yarıdan çoxu bəlkə də bir dəfə ömürlərində əyinlərinə təzə paltar geyinmədilər. Bu insanların, yəni özə bəziləri də, hətta evin tək uşaqları min bir əzabını, valideynin min bir əzabı ilə, özlərinin min bir çətinliyi ilə böyüyən gənc balalarımız idi. Onlar deməli şəhid edildilər, şəhid oldular. Allah məqamlarını âli eləsin. Bu bir cəhətdən. İkinci tərəfdən şəhiddirlər. Allah şəhidə yüksək bir məqam verir və şəhid haqqında bizim Qur'an-ı Müqəddəs Qur'anımızda bir neçə ayə mövcuddur. İslam mənbələrində çox saylı hədislər şəhid haqqında qeyd olunur. Şəhidlik, İslam məntiqi ilə şəhidlik müsəlmana verilən ən böyük məqamdır. Yəni Allah tərəfindən verilmiş ən böyük məqam məhz şəhidlikdir. Biz bu iki səbəbə görə Azərbaycandan deməli, torpaqların işğaldan azad edilməsi uğrunda qanlarını fəda edən şəhidləri əziz xatirəsini bizdə hörmətlə anırıq, onlara sayğılarımızı bildiririk və hər zaman da ruhlarına dualar oxuyuruq. Amma Heydər Əliyevin bu pak və müqəddəs insanlarla adının eyni çəkilməsinə mən qəti şəkildə etiraz edirəm. Heydər Əliyev Azərbaycan cəmiyyətinin bir nömrəli qatillərindən biridir. Bu cəmiyyəti parçalayan, bu cəmiyyətin bütün arzularını məhv edən, bu cəmiyyəti ölümə sürükləyən və bu cəmiyyəti faktiki olaraq öldürən, yəni biraz da doğru ifadə etmək üçün, faktiki olaraq öldürən bir şəxs olur. Nəinki müstəqillik illərində, hətta 69-cu ildən Heydər Əliyevin Azərbaycana ilk Mərkəzi Komitənin birinci katibi gəldiyi dövrdən Azərbaycan cəmiyyətinə Heydər Əliyevin etdiyi amansız vəhşiliklər, bunlar heç bir zaman Azərbaycan cəmiyyətinin yaddaşından silinməyəcək. Ola bilsin, indi dövr elə bir dövrdür ki, deməli, bu həqiqətdə tarixi faktlar örtbasdır edilir, bunlar gizlədilir, amma belə qalmayacaq. Mən inanıram, əminəm ki, yaxın gələcəkdə Heydər Əliyevin xalqa qarşı, Azərbaycan cəmiyyətinə qarşı etdiyi bütün cinayətkarlıq cəmiyyətə təqdim ediləcək. Cəmiyyət biləcək, görəcək ki, əslində bu Heydər Əliyev və onun qurduğu hökumət, onun yaratdığı rejim kim olur? Hansı böyük cinayətlərə əl atır? Hansı cinayətləri törədir? Xalqın başına nə oyunlar açır? Bunu yaxın gələcəkdə inşallah mütləq görəcəyik. Və bir mənalı olaraq mən öz xalqımın, cəmiyyətinin dəyərli, müqəddəs şəhidləri ilə Heydər Əliyevin adının bircə çəkilməsinə qəti etiraz edirəm. Bundan başqa edə biləcəyim bir şey yoxdur. Amma mən bu vətəndaş mövqeyini, o şəhid balalarını bizdən, mənim kimi kasıb, mənim kimi xalqını sevən, mənim kimi vətəninə bağlı olan şəxslərin nümayəndələridirlər və biz elə birik. Şəhid balaları bizimdir. Heydər Əliyevin onların adının yanında Heydərin də adının çəkilməsi bu qətiyyətlə yol verilməz. İkinci cümləni də mən oxuyacağım, sonra bu mövzunu yekunlaşdıracağım. Baxın, əzizlər, burada bir cümlə də qeyd olunur. Deməli, açılış nitqi ilə çıxış edən medianın İnkişaf Agentliyinin Müşahidə Şurasının sədri Azərbaycan İdarə Heyəti sədrinin müavini Şağbəy İsmailov Azərbaycan Milli Mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai, siyasi və mədəni həyatında mühüm rol oynadığını qeyd edir. Bura qədər bir girişdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bugün Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilir. Medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi qarşıda duran əsas vəzifələrdəndir. Əzizləyicilər, bu bir neçə cümlədə mənim əsas demək istədiyim məsələ bundan ibarətdir ki, əslində burada biraz mövzunu dəqiq təhlil etsək, görərik ki, cümlə doğru qurulur. Ulu Öndər Heydər Əliyevin, yəni Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti vardır. Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti Azərbaycan cəmiyyətini kölələşdirmək, Azərbaycan cəmiyyətini demək olar ki, kör bir vəziyyətdə salmaq. Bu, Heydər Əliyevin media siyasətinin əsas mahiyyəti bundan ibarətdir. Biz əvvəldə də belə bir cümlə işlətdik ki, Həsən bəy Zərdabinin medianın formalaşdıranda qarşıya qoyduğu hədəflər və Heydər Əliyevin media ilə bağlı təyin etdiyi siyasət, bunlar bir-birinə tərs mütənasibdir. Həsən bəy Zərdabinin əsasını qoyduğu media əsasən tənqid prinsipləri üzərində dayanırdı. Amma Heydər Əliyevin təyin etdiyi media siyasəti insanların dilini kəsməkdir, insanların səsini kəsməkdir. Və məhz Heydər Əliyevin təyin etdiyi media siyasəti və İlham Əliyevin də o siyasəti davam etdirməsi, bu cümlə əslində o qədər iyrənc bir hal alır ki, çox iyrənc bir hal alır. Azərbaycanda bütün sahələrdə bu cümləni qeyd edir. Birinci, çıxış edən mütləq bunu deməlidir. Məsələn, əgər durub biri, məsələn, hər hansı bir, belə deyək də, o el arasında hətta müalicə üsulları var da, unutdum o terminə nə deyirlər, türkəçara. Türkəçara sahəsində biri əgər durub çıxış eləsə, o da deyəcək ki, Heydər Əliyevin türkəçaralıqda qoyduğu siyasi xətti İlham Əliyev davam etdirir. Yəni, məsələ, bunu misal deyirəm ki, o qədər bu görünüşü, o qədər cılızlaşdırırlar, o qədər iyrənc bir vəziyyət yaradıblar ki, hətta, məsəl üçün, Azərbaycanda ən pis hallar belə, məsələn, Azərbaycan cəmiyyətinin, belə deyək də, ölkədən didərcin salınması, Azərbaycan xanımlarının Türkiyəyə göndərilməsini, Azərbaycan cavanlarının narkomanlaşdırılması. Bu işlərdə hamısında Heydər Əliyev yol qoydu, yol çizdi. İlham Əliyev onu davam etdirir. Təqribən bax, məntiq eynidir. Daha doğrusu, biz Heydərlə İlham haqqında o ardıcıllığı belə quranda daha məntiqə uyğunluq olur. Əzizləyicilər, digər məsələ, əlbəttə ki, bilirsiniz, bugün media nümayəndələri, həqiqi media nümayəndələrinin böyük əksəriyyəti həbsxanadadırlar. Və Heydər Əliyevin dövründən biz təqribən Heydər Əliyevin dövrünü 1993-cü il iyun ayının 15-dən Heydər Əliyevin ikinci dövrü başlanır və Sovet Azərbaycanındakı, yəni o Heydərin rəhbərliyi əslində bu proseslərə daxil edilmir. Amma mən bunun da əleyhinəyəm və mən hesab edirəm ki, Heydər Əliyev dövrü deyəndə biz 69-cu ilin iyul ayının 15-i səhv etmirəmsə, o tarixdən başlamalıyıq. Çünki həmən ildən də məhz Azərbaycanda plan siyasətini Heydər Əliyev tətbiq etdi və mən bu mövzunu bir neçə dəfə demişəm, Heydər Əliyev Azərbaycan qadınına etdiyini heç kim etmir. Pambıq tarlalarında, üzüm tarlalarında, üzüm sahələrində, pambıq tarlalarında havadan dərmanların səpilməsi və yüzlərlə qadının sonsuzlaşması, ondan sonra orada qadınların üzərinə plan qoyma və s. Bunlar hamısı o Aran rayonları bunları çox yaxşı bilirlər, xatırlayırlar. O rayonların qadınları həqiqətən hansı əziyyətləri çəkirlər, hansı acı ilə, hansı xəstəliklərlə
üzrə qalıblar. Məhz bunlar hamısı Heydər Əliyevin deməli əl işləridir. Biz yəni həmən dövrü əslində qapadıq, amma müstəqil media olsaydı, həqiqi media olsaydı, Heydər Əliyevin 69-cu ildən 82-ci ilə qədər olduğu, o rəhbər olduğu 13 il müddətdə o illərdə Azərbaycan cəmiyyətinə, xalqına etdiklərini yazıb bitirməklə qurtarmaz. Yəni o qədər bu cəmiyyətə düşmənçilik eləyir Heydər Əliyev. Hələ biz elə ikinci dövrü demirəm. Amma çox təəssüflər olsun ki, Azərbaycan bugünkü mediası bu nəinki o dövrü, heç bu dövrü də normal şəkildə yazmır, işıqlandırmır. Çünki dediyim kimi, yəni daha doğrusu təqdimatda olduğu kimi Heydər Əliyev elə bir mətbuat üçün bir siyasi plan hazırlayır. O plana görə bu problemləri, bu çətinlikləri, xalqa qarşı düşmənçilikləri yazıb ortaya təqdim edən bugün nə media orqanı var, nə qələm sahibi var, nə də ki bir şey. Və bir cümlə ilə mən əgər bu fikri deyim, sonra yadımdan çıxacaq, üzr istəyirəm əziz izləyicilər. Bir cümlə ilə mən əgər bunu biz təhlil etsək, belə bir cümlə mən düşünürəm ki, istifadə edə bilərik. Həsən bəy Zərdabinin bünövrəsini qoyduğu mediada qələm mərkəzliyi var idi. Amma Heydər Əliyevin qoyduğu mediada burada siyasi mərkəzliyi var. Burada maraq mərkəzliliyi var. Həsən bəy Zərdabinin biz həyatına baxanda indi bizim canlımızın müddəti çox azdır. Ona görə də biz Həsən bəy Zərdabinin həyatı haqqında, onun yaradıcılığı Əkinçi qəzetindən əvvəlki, sonraki və ümumiyyətlə bütün şuurlu həyatı ilə bağlı, fəaliyyəti ilə bağlı çox geniş danışa bilmirik. Amma biz Həsən bəy Zərdabinin həyatına ümumi baxış eləyəndə görürük ki, Həsən bəy Zərdabi bir dənə media yaratdı və qələmi gətirib qoydu onun mərkəzinə. Qələm mərkəzli bir media yarandı. Qələm mərkəzli media o idi ki, qələmin özünün prinsipləri vardı. Hansı ki, Quran deyir, vənnun və ma yəsturun. Səhv etmirəm ki, ayə belədir. Deməli, Qələm surəsinin əvvəlidir. Ayənin ərəbcisi yadımdan çıxdı, çox təəssüflər olsun. Və bəli, Allah orada qələmə və qələmlə yazılanlara and içir. Bax, bu əslində Həsən bəy Zərdabinin deməli əsasını qoyduğu media həm də Qurana əsaslanmış və qələm mərkəzli, söz mərkəzli bir deməli bir şeydir, media idi. Amma Heydər Əliyevin əsasını qoyduğu, siyasətini təyin etdiyi media isə burada artıq deməli bəli, burada artıq mənfəət mərkəzli bir media formalaşdırırdı. Bəli, ayə belədir, Bismillahirrahmanirrahim, vəl-qələmi və ma yəsturun. And olsun qələmə və onunla yazılanlara, bu Qələm surəsinin, hətta Qələm özü Quranda bir surənin adıdır. Qələm surəsinin deməli birinci ayəsində Allah qələmə and içir və ondan yazılanlara. Və görün, qələmin müqəddəsliyi Qurandan gəlir və mediada qələm mərkəzli medianın formalaşması bu müqəddəs bir işdir. Buna xəyanət eləmək olmaz. Bunu gətirib şəxsi maraqlara görə, yaltaqlığa görə və ölkənin birinci şəxsini tərifləməyə görə bu qələmi gətirib istifadə eləmək, bu çox böyük bir xəyanətdir. Bugün, daha doğrusu dünən Almaniyada prezidentin İlham Əliyevin köməkçisi bir Vəhabi gedəsi xaricdə mühacir olanlardan birinə yaxınlaşıb onunla bir neçə saniyəlik diyaloqu ki, biz gördük onun deməli təsirlərini və s. Əslində burada hətta məsəl üçün onun da dilindən çıxdı ki, vətənə xəyanət filan. Vətənə xəyanət əslində o adamın özünün
dili nə qədər qısa idi, niyə cavab verə bilmədi, o ayrı bir mövzudur. Amma demək istəyirəm ki, vətənə xəyanət elə o İlham Əliyevin özü və onun ətrafında olan, hətta onun komandasına aşağı-yuxarı kim nə qədər dəstək olursa, bunların hamısı deməli xaindirlər. Xain əslində vətən xaini olardılar. Çünki onlar vətənə xainlik eləyirlər. Onlar qələmə xainlik etməyi insanlara məcbur edirlər və s. Əzizləyicilər, biz zəhmət olmasa bəyənməni artırın, mövzuya uyğun yorum yazın və eyni zamanda paylaşımları çoxaldın. Mən zamanımız azarı və bu azalan vaxtımızı da biraz faydalı istifadə edək. Dediyim kimi, Azərbaycanda çoxsaylı jurnalistlər həbsdədirlər və xüsusən 93-cü ildən sonra Azərbaycanda elə bir dövr olmayıb ki, o dövrdə Azərbaycanda hər hansı bir jurnalist məhbus olmasın, siyasi məhbus olmasın, həbs olmasın və o deməli siyasi düşüncəsinə görə, hakimiyyəti tənqid etdiyinə görə həbs olmasın, bütün dövrlər var. Amma indi 2026-cı ildə deməli siyasi jurnalist, qələm sahibi olan, qələminə hörmət edən siyasi məhbusların sayı daha çox. Birinci daha çox görülür. Meydan TV deməli adlı bir mətbu orqan var. Onun baş redaktoru Aynur Eldinər Qəmbərova Milli Mətbuat Günü ilə bağlı saxlandığı tədrisxanadan bir yazı yazır. Mən istəyirəm Aynur Eldinəri şəxsən tanıyıram. Qələminə, mövqeyinə həmişə hörmətlə yanaşıram və yeri gəlmişkən buradan həm Meydan TV işi üzrə həbs olunan jurnalistlər, sonra media, Abzas Media, səhv etmirəmsə, Toplum TV və digər deməli qəzet və mətbu orqanların əməkdaşları, başda Şəmşad ağa, bizim əziz dostumuz, qardaşımız Şəmşad ağa və digər deməli 9 jurnalist qadın, onlarla yanaşı digər jurnalistlərin azadlığını qeyd-şərtsiz tələb edirəm. Çünki azadlıq o insanların haqqıdır. O insanların hər biri Həsən bəy Zərdabidir, hər biri. Şəmşad ağa, mən düşünmürəm ki, Şəmşad ağa Həsən bəy Zərdabidən deməli, daha istedadsızdır, daha bacarıqsızdır. Elə Aynur Eldinəşin özü, nəinki eləmən kişiləri, hətta mən həbs olunan xanımların cəsarətləri, onların bugün Azərbaycanın qəddar, zalim, qaniçən hakimiyyətinə, məhkəmə hakimlərinə dediyi sözlər, verdiyi suallar, bunlar əslində minlərlə Həsən bəy Zərdabinin deməli, Zərdabidən daha cəsarətli olduqlarını göstərir. Həsən bəy Zərdabinin qəzetdən bağladılar, çıxıb getdi Zərdabdan. Amma bu adamların qəzetlərini bağlayırlar, başqa bir qəzet atırlar. Sonra bunları deməli hər bir şeydən məhrum edirlər, məhrumiyyətlərdən razılaşırlar, amma yenə də haqq sözü deməkdən dayanmırlar. Bunları tutub həbs edirlər, yenə də dillərini sakit saxlamırlar, yenə də qələmlərini deməli işlədirlər. Həqiqi o Quranın, Allahın qələm haqqında dediyi vədə o qədər bunlar gözəl əməl edirlər. Mən məsələn dediyim kimi Şəmşad ağanı və yaxud da Aynur Eldinəşi və yaxud da Natiq Cavadlını, sonra Ramin Dekor, bəzi də orada hamısının adlarını saymıram, amma belə deyil, şəxsən tanıdığım jurnalistlər və şəxsən tanımadığım, hətta bəzilərindən zamanında birlikdə çalışdığımız deməli jurnalistlər var, bəzilərindən əməkdaşlıq eləmişik müəyyən müddətdə. Onlar indi deməli həbs olunurlar saxta ittihamlarla. Mən əminliklə deyirəm, onlar Həsən bəy Zərdabidən qat cəsarətlidirlər, qat savadlıdırlar. Çünki yazılarını da müqayisə edəndə biz o dövrdə deməli savad səviyyəsindən, indiki dövrdə savad səviyyəsini biraz nəzərə almasaq, yaxşı şəkildə deyə bilərik. Bunlar Həsən bəy Zərdabidən həm savadlıdırlar, həm cəsarətlidirlər, həm bacarıqlıdırlar.
Bunlar elə deyil ki, Həsən bəy Zərdabi görürlər. İndi bizim üçün Həsən bəy Zərdabi əgər qəhrəmandırsa, bu gün Azərbaycan hökuməti İlham Əliyev Həsən bəy Zərdabinin təsis etdiyi bir qəzetə istinad edərək Milli Mətbuat Günü elan edir və İlham Əliyevin deməli mirzələri, İlham Əliyevin ağzına baxan adamlar ki var, onlar qələmə xəyanət ediblər, mətbuata xəyanət ediblər. Onlar necə olur Həsən bəy Zərdabini əsas götürürlər, medianın generalı hesab edirlər, təsisçisi hesab edirlər və s. Amma Həsən bəy Zərdabi öz dövrünün hakim dairələrini tənqid edirdi, öz dövründə deməli qüsurları göstərirdi, ortaya qoyurdu. Bugün Şəmşad ağa nə iş görürdü? Həsən bəy Zərdabi, yəni bu hökumətin məntiqi ilə əslində Həsən bəy Zərdabini təqdir edən hökumət Şəmşad ağaya elə bir şərait yaratmalıdır ki, Şəmşad ağa ancaq yaradıcılıqla və medianın problemləri ilə, ondan sonra jurnalistika ilə məşğul olmalıdır. Amma biz əksini görürük. Biz görürük ki, Həsən bəy Zərdabiyə deməli heykəl qoyan hakimiyyət və Həsən bəy Zərdabiyə heykəl qoyan cəmiyyət Şəmşad ağanı Aynur Elgünəsi tutur, həbs edir. Bu ziddiyyət bütün sahələrdə belədir, bütün sahələrdə. Eyni zamanda din sahəsində də belədir. İmam Hüseyn deyib hər gün Kərbəla, hər il Kərbəlaya ərbəyinə gedən adamlar bugün Azərbaycanda yüzlərlə, minlərlə insan dindar həbs olunur, hicablı xanımlar həbs olunur, onların adlarını çəkir. Hətta bəzən deyirlər ki, bunlar yaxşı edir həbs olunurlar. Çünki bunlar həqiqəti deyirlər və bizi narahat edirlər. Biz özümüz özümüz üçün yaşayırıq. Eyni problem bütün sahələrdədir. Əzizlər, mən Aynur Elgünəşin, Aynur xanımın mətbuat günü ilə bağlı təcridxanada, saxlandığı həbsxanada yazdığı yazının bir hissəsini xülasə olaraq sizə təqdim edirəm, sonra verilişimizi yekunlaşdıracağıq. Aynur xanım yazır ki, artıq 4-cü ildir Milli Mətbuat Günü qlobal tədbirlə yadda qalır. Bu təbii ki, bilirsiniz də 4-cü ildir artıq Şuşa Beynəlxalq Media Forumu keçirilir. Bu ildə bir həftə əvvəl təqribən Şuşada belə bir media forumu keçirildi. Biz bu haqda xüsusi buraxılışlar etdik və o media forumunda nələr baş verir, onlar haqqında danışdıq və ətraflı izaha ehtiyac görmürəm. Yəni dünyanın dörd bir yanında Azərbaycan sərvətinin qoxusunu alan, dadını görən müftəxorlar Şuşaya təşrif buyurur, bahalı otellərdə dincəlib əylənir, prezident administrasiyasında redaksiya olunmuş, təsdiqlənmiş sualları İlham Əliyevə ünvanlayır, aldığı cavabı öz resursunda paylaşır və növbəti il üçün təkrar səfər planları qurur. Çox gözəl, bax bir cümlədə Şuşa Media Forumu ilə bağlı geniş əhatəli fikir qoydu ortaya. Əslində, bax, qələminə sadiq qalan, qələminə xəyanət eləməyən şəxsin düşüncəsindən məhz bu cümlələr sürüdür. Baxın, bu cümlənin quruluşu, bu cümlədə problemlərin qoyuluşu, axıcılıq, cümlədə oxunaqlı olması, məntiqi qırılmamaq, məntiqi davamiyyət, mənanın kamilliyi. Görün, bugün İlham Əliyevin ətrafında olan o şiriyyət toplaşan, eşşək arıları kimi şiriyyət toplaşan şəxslərin birinin qələmindən belə cümlə çıxa bilər? Mən inanmıram. Varsa nümunə göstərin. Həqiqəti, onlar durub yenə gülü, çiçəyi, bir-birlərini tərif edəndə bəzi deməli, ütülü cümlələr qururlar. Amma söhbət məntiq, məna, axıcılıq və əsas problemlərin qoyuluşu. Söhbət bunlardan gedir. Bu ardıcıllığın mövcudluğundan gedir. Baxın, görürsünüz, həqiqətən qələminə sadiq qalan insanlar, qələminə sadiq qalan jurnalistlərdən məhz belə cümlələr gözlənilir.
Xalqımız üçün dodaq uçuqladan iqtidarın qəpik quruş saydığı pullar hesabına başa gələn bu tədbirlərin bir məqsədi var: xaricdə imicini düzəltmək, yeni iqtisadi layihələrə zəmin yaratmaq. Necə deyərlər, qaz gələn yerdən soyuq əsirgəməzlər. Xərclər dövlətin, qazanc hakim ailənin. Baxın, dediyim kimi, bu cümlələr bir neçə cümlədə bir nöqtənin belə artıq olduğunu adam düşünmür. Məntiqi ardıcıllıq, problemin qoyuluşu, bir cümlə ilə ölkədə bugün baş verən, xüsusən media sayəsində baş verən problemlər demək olar ki, əks olunur. Biraz məntiq yürüdə bilən insan və eyni zamanda ölkə gündəmini izləyən adam üçün bu cümlələr demək olar ki, tam aydındır, tam şəffafdır və heç bir anlaşılmazlıq ortaya çıxmır. Üstəlik, səsini eşitdirəcək jurnalistlər də həbsdəykən başqa əlacları qalmır. Bəli, deməli, bugün həqiqətən sanki 30-dan artıq jurnalisti həbsə attıran özü deyil. Yəni, mən indi dəqiq rəqəmi əslində bilmirəm, bugün neçə dənə jurnalist həbsdədir. Amir xanım 30 jurnalistin həbsdə olduğunu iddia eləyir, yazır daha doğrusu və mən Amir xanımın təqdim etdiyi rəqəmlə razıyam və bəlkə də biraz da bunu az deyil, çox deyil ki, necə deyərlər, azdır ki, çox deyil. Yəni, mən hesab edirəm ki, Amir xanımın bu verdiyi bu rəqəm hələ biraz da çox ola bilər. Nəinki az, biraz da çox ola bilər. Və bugün elə bu jurnalistləri, özdə onu da deyim ki, Amir xanım fiziki qüsuru var, fiziki problemi var, Allah şəfa versin ona ayağında. Belə bir vəziyyətdə həqiqəti yazdığı üçün, cəmiyyətə reallıqları çatdırdığı üçün bu xanımlara rəhm etməyən hakimiyyət, rəhm etməyən İlham Əliyev utanmazcasına bugün durur, deməli, medianın inkişafından danışır. Utanmazcasına bugün durur Həsən bəy Zərdabinin deməli, təsis etdiyi mediadan danışır. Onun inkişafından, onun gələcək prinsiplərindən və sayılardan danışır. Amma Amir xanımın verdiyi sual kimi, məgər bu 30 jurnalist bunlar nə iş görürlər? Bax, bugün gəlin özümüzə bir sual verək. Gəlin araşdıraq görək. Bu 9 qadın jurnalistlər xanımdırlar, bunlar bəziləri ailəlidirlər, uşaqları var, az yaşlı uşaqları var. Və hər halda bunlar xanımdırlar, kiminin bacısıdırlar, kiminin anasıdırlar, kiminin həyat yoldaşıdırlar. Axıb Azərbaycanda, əgər biz Azərbaycandayız, Azərbaycanda qədimdən həmişə qadının həbs olunmasına, hətta Sovet dövründə mən neçə dənə belə nümunə eşitmişəm, oxumuşam, mənə danışırlar, hətta bəzi axsaqqallar ki, məsəl üçün, bəzi hallarda bəzən qadınlar cinayət etdikləri halda belə onlara prokuratura, məhkəmə onlara bəzi güzəştlər edirdilər, uşaqları, az yaşlı uşaqları olanda onlara möhlət verilirdi. Bəzi rayonlarda ümumiyyətlə qadının həbs olunmasından söhbət edə bilməzdi, bəzi mühafizəkar rayonlarımız olub, indi də belə bir rayonlarımız var. İndi bax, gəlin belə bir sual ortaya qoyaq. Yaxşı, bu 9 jurnalist qadının günahı nədir? Niyə bunlar həbs olunurlar? Aynur Elgünəş niyə həbs olunur? Gənc qadınlar var, gənc xanımlar var, xanım balalarımız var orada, xanım qızlarımız, bacılarımız var. Onlar niyə həbs olunurlar? Nə deyirlər onlar? Onlar, məsələn, güya hər yerdən İlham Əliyev hakimiyyətini tənqid edirlər, yazırlar, filan. Onlar yazanda nə olur ki? Laf elə, İlham Əliyev zaten hansı yazılana reaksiya verir? Öz bildiyin eləyir. Gedir, dediyim kimi, Amir xanımın yazdığı kimi də bəzi görüntülər yaradır. İşini o pulla, Azərbaycan xalqının haqqı ilə bəzi yerlərə paylamaqla işini həll edir. Hələ ki belədir. Hələ ki belə olmuşkən bu uzun saçlıların deyirlər, uzun saçlının ahı yerdə qalmaz. Axı bu xanımların niyə görə bu xanımlar həbs olunurlar? Və mən Amir xanımın fikirlərini yekunlaşdırıram. Məşhur ərəb deyimində söylədiyi
söylənildiyi kimi kim aslana ağzından iyi gəldiyini deməyə cəsarət edər. Gözəl. Mətbuat 151-ci yaş gününü də beləcə bütün dəyərlərin, peşə qaydalarının üzərinə təpinərək qeyd edir. Olsun, sirkə nə qədər tünd olarsa öz qabını çatdadar. Bəlkə də təsəllidir. Belə Zərdabi də Azərbaycanı firavan, təhsilli, azad görmək ümidi ilə təsəllisinə sığınmamışdımı? Bəli, gözəl. Bu cümləni bir də oxuyuram. Elə Zərdabi də Azərbaycanı firavan, təhsilli, azad görmək ümidinə, təsəllisinə sığınmamışdımı? Bu əslində çox gözəl bir cümlədir. Bəli, bugün həqiqətən o həqiqi qələm sahibləri, qələminə hörmət edənlər, qələminə deməli, dəyər verən jurnalistlər əslində Zərdabinin əsas davamçıları olardılar. Dediyim kimi, tarix gec və tez mütləq deməli, öz qaranlıq səhifələrini cəmiyyətimizin açacaq. Və düzdür, o biraz cəmiyyətin, indiki cəmiyyətin gec olacaq. Amma bu cəmiyyətin başqa, belə deyək də, başqa çıxış yolu ondan ibarətdir ki, cəmiyyət başına gətirilən hadisələri təqdim etmək üçün, işıq üzünə çıxartmaq üçün özü hərəkətə keçməlidir. Nə qədər ki, bu cəmiyyətdə yaltaqlar, nə qədər ki, bu cəmiyyətdə Mir Şahinlər, nə qədər ki, bu cəmiyyətdə Rauf Arifoğlular, Azər Həsrətlər və yüzlərlə belə yaltaq, qələminə xəyanət edən, özünə xəyanət edən, Həsən bəy Zərdabiyə xəyanət edən və Qulu Məhərrəmlini də əlavə edə bilərəm. Qulu Məhərrəmli bir dənə görkəm alır, professor görkəmi alır və hamıya ağıl verir, dərs verir. Amma çox təəssüf edirəm ki, Azərbaycan mediasında Qulu Məhərrəmli kimi bir professorun adı çıxır. Mən buna çox təəssüf edirəm. Qulu Məhərrəmlinin xüsusən son dövrlərdə media üzərində və jurnalistikada etdikləri həqiqətən medianın qara ləkəsidir. Və media üçün çox utanc verici bir hallar yaradır Qulu Məhərrəmli. Nə qədər ki, Qulu Məhərrəmlilər, bu Rauf Arifoğlular var, Azərbaycan mediası bərbaddır, Azərbaycan mətbuatının günündən ancaq ağlayaraq, ancaq təəssüf hissləri ilə, kaşkilərlə danışacaq. Ona görə də bizim həqiqi Zərdabilər həbsxanadadılar. Həqiqi Zərdabilər mühacirətdədirlər. Həqiqi Zərdabilərin əlindən qələmləri alınıb, öz kəndlərinə, öz köylərinə göndərilir. Amma ortada olanlar, bunlar jurnalist deyirlər, Zərdabi deyirlər, bunlar xaindirlər. Əzizləyicilər, mən hər birdə təşəkkür edirəm. Zamanımız bitdi. Allah'ın da növbəti canlıya qədər özünüzə qoyun. Sağ olun.